və alə alihi və sahbihi əcmain, əmmə ba'd. Deməli, kitabımıza davam edirik. Yəni, Aqidat-ı İslamiyyə, minəl kitab və sünnə, əs-sahihə. Muhammed bin Cəmil Zeynun kitabı. Deməli, növbəti məsələ isə gəlir ki, şirkul əkbar və ənva'uhu. Böyük şirk və onun növləri. Deməli, qardaşlar, buyurur ki, şeyx, mən və şirkul əkbar. Böyük şirk nə deməkdir? Tərifi budur ki, böyük şirkin huvə sarfu nəv'in min ənva'il ibadə li qeyrillahi ta'ala kəd-duai və zəbhi və qeyri zəlik. Şirkin, böyük şirk nə deməkdir? Yəni, ibadətlərdən hər hansısa bir ibadəti Allahdan qeyrisinə yönəltməkdir. İbadətlərdən hər hansısa bir ibadəti Allahdan qeyrisinə yönləndirməkdir. Və ümumi şirkin də tərifini biz deyəndə demişdik ki, təsviyyətu qeyrallahi mə'allah. Allahdan başqasını Allahla eyniləşdirmək. Yəni, o şeylərdə ki, Allah təala ona qadir, sadəcə Allah qadirdir ona. Subhanahu wa ta'ala. Və böyük şirkin tərifində də buyurur ki, rahiməhullah, ibadətlərdən hər hansısa bir ibadəti Allahdan qeyrisinə yönəltməkdir. Və buna misal da olaraq gətirir ki, dua və yaxud da ki, deməli, Allahdan başqasına qurban kəsmək və s. Və fikir versəz, Quran-ı Kərimin elə demək olar ki, bu şirklə bağlı olan məsələlərin çox hissəsi dua ilə gəlir. Yəqin ona fikir vermişsiniz. Hansı ki, Allah Taala nə qədər yerdə buyurur ki, onların Allahdan qeyri çağırdıqları, ancaq Allaha dua eləyin, Allahdan istəmək. Fikir verirsiniz. Yəni, bu həmən müşriklərin şirki ən çox yönləndirdiyi məsələ məhz dua məsələsidir. Ən çox yönləndirdiyi, yəni digərləri də var, qurban kəsmək də var və s. Lakin ən çox yönləndirdiyi məsələ nədir? Dua məsələsidir. Və Allah Teala başqa bir ayədə də buyurur ki, onlar və idə rakibə fil fulki də'avullah muxlisan lehu'd-din. Elə ki, deyir, onlar gəmiyə çıxdılar, fırtına əsdi, onlar ixlasla Allaha dua elədilər, Allaha çağırdılar, Allahdan yardım istədilər. Və Allah Teala onlardan bunu soruşturduqda isə başladılar Allaha şəriklər qoşmağa. Yəni, fikir verin, Allah Teala hər məsələdə duanı misal gətirir. Bugün günümüzdə bəzi o şirk əhli olan, yəni şirkə daha çox meyilli olan, mübtəla olan bəzi firqələr var ki, hansı ki, onların da elə çoxu bu məsələdə xəta eləyir. Yəni, Allahdan qeyrisinə dua eləmək. Və Allah Subhanahu wa Ta'ala Quran-ı Kərimdə Yunus surəsinin 106-cı ayəsində buyurur ki, وَلَا تَدْعُ مِنْ دُونِ اللَّهِ مَا لَا يَنْفَعُكَ وَلَا يَضُرُّكَ فَإِنْ فَعَلْتَ فَإِنَّكَ إِذًا لَمِنَ الظَّالِمِينَ. Allah Ta'ala buyurur ki, Allahdan qeyrisini çağırma, təd'u, çağırma. Hansı ki, o şey ki, sənə nə bir xeyir, nə də bir zərər toxundura bilər. Çünki Allah istəmədikcə, bizdə ki, qulun da iradəsi var, doğrudurmu? Yalnız Allahın istəyi altındadır. Qulun iradəsi də Allahın istəyi altındadır. Və Allah Teala istəmədikcə sənə heç kəs xeyir verə bilməz. Və yaxud da ki, səndən heç kəs zərəri dəf edə bilməz və yaxud da zərər verə bilməz. Və Allah Teala da bunu misal gətirir. Deyir ki, sən dua eləmə. Çünki onlar nə sənə xeyir verə bilər, nə də sənə bir zərəri dəf edə bilər və yaxud da zərər verə bilər. Və sonra Allah Teala buyurur ki, qardaşlar, əgər deyir, belə etsən, sən deyir, nə olarsan? Zalimlərdən olarsan. Zalimlərdən olarsan, yəni insan öz nəfsinə şirklə zülm eləyər. Hansı ki, Allah Nəbisi sallallahu aleyhi və səlləmin əshabı Quran-ı Kərimdə ayə oxuyarkən ayədə gəlir ki, o kəslər ki, iman edər və öz imanlarına zülmü qarışdırmazlar. Və Allah Rasulü sallallahu aleyhi və səlləm əshabı gedib, yəni öz aralarında məşvərət edirlər ki, yəni bizdən hansı birimiz öz nəfsimizə zülm eləmirik. Lakin Allah Nəbisi sallallahu aleyhi və səlləm bu məsələni ərz eləyəndə, Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurdu ki, bu zülm sizin bildiyiniz zülm deyil, bu şirkdir. Yəni iman edib şirk etməzlər. Çünki Loğman əleyhissalam buyurur ki, Ya buneyyə la tuşrik billah, innəş-şirkə ləzulmun azim. Həqiqətən şirk ən böyük zülmdür. Və burada da ayədə də Allah Teala deyir ki, əgər belə etsən, Allahdan qeyrisini çağırsan, zalimlərdən olarsan. Yəni öz nəfsinə zülm edərsən. Hansı zülmlə? Şirk zülmü ilə.
Yəni demək istəyir ki, zalimlərdən olarsan, bir mənada müşriklərdən olarsan. Allaha sığınırıq. Və tövhid məsələsi də özünüz bilirsiniz qardaşlar, niyə görə alimlər ən çox yəni bu demək olar ki, dinin əsası tövhiddir elə. Allah Teala buyurur ki, Quran-Kərimdə: "Və laqad ba'atna fi kulli ummetin rasulan an i'budullaha və ictanibut-tağut." Allah Teala hər bir ümmətə peyğəmbər göndərdi ki, Allaha tək olan Allaha çağırsınlar, ibadətə çağırsınlar və Allahdan qeyri ibadət olunan şeyləri rədd eləsinlər. Bizim yaradılışımızda, ölümümüzdə, dilimizdə, qiyamət günü də, namazımız, orucumuz, bütün hər şeyimiz tövhid üçündür. Bütün hər şeyimiz tövhid, Allah Taala'nı təkləşdirmək. Və bu ən əzəmət. Kim bunda xəta eləyərsə əbədi bədbəxt olar. Kim bunda deməli zəlalətə düşərsə əbədi bədbəxt olar. Kim isə bunda doğruya isabət edərsə və bunun üzərində olarsa əbədi dünya və axirət səadətinə nail olar. Ona görə də şirki öyrənmək və tövhidi öyrənmək bu əsas məsələlərdəndir qardaşlar. Həyatımızın əsasıdır bu. Həyatımızın əsası. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Əkbərul kəbəiri əl-işraku billəh. Ən böyük günahlardan ən böyüyü Allah Teala'ya şərik qoşmaq və bundan sonra fikir verin, gəlir ki, və uququl valideyn, valideynlərin üzünə ağ olmaqdır. Və şəhadətuz zur, yalancı şahidlik etməkdir. Və hədisi Müslim rəvayət etmişdir. Və sonra Şeyx Rahimullah buyurur ki, Allah qatında ən əzəmətli, yəni dedik ki, şirkul əkbar ən böyük günahdır və Allah qatında ən əzəmətli günahdır. Allah qatında ən əzəmətli günahdır. Yəni bundan Allah Teala Quran-Kərimdə buyurur ki, Nisa surəsində deməli kim Allaha şərik qoşarsa, Allah özünə şirk qoşulmasını əsla bağışlamaz və bundan başqa istədiyi günahı istədiyinə bağışlayar. Və Peyğəmbər sallallahu aleyhi və səlləmdən soruşulanda ki, ey Allahın Rəsulu, hansı günah ən böyükdür? Və Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, ən təd'uva lillahi niddən və huvə xalaqaq. Allahdan başqa ilahlara dua eləmək, yəni onları çağırmaq, hansı ki Allah səni yaratdığı halda. Allah səni yaratdığı halda və mütləq ibadət, mütləq tövhid sadəcə Allah Taala'nın haqqıdır qardaşlar. Və çox vaxt görürsən bunu deyəndə deyirlər ki, sən vahabisən. Yəni hansı ki peyğəmbərlərin dəvəti bunun üzərinə qurulub, Allah Taala bunun, yəni şübhəsiz ki bunu deyən insan cahildir. Allah hidayət versin. Və buyurur ki Şeyx Rahimullah, həl əş-şirku mevcudun fi hadhihi al-ummə. Deyir ki, bu ümmətdə şirk mövcuddurmu? Bu ümmətdə şirk mövcuddurmu? Yəni bu ümmətdə deyəndə nə nəzərdə tutulur? Yəni həmən bu içimizdə olduğumuz dövrdə bu insanlarda şirk mövcuddurmu? Və buyurur ki, bəli, mövcuddur. Dəlil olaraq Yusuf surəsinin 106-cı ayəsində Allah Teala buyurur ki, وَمَا يُؤْمِنُ أَكْثَرُهُمْ بِاللَّهِ إِلَّا وَهُمْ مُشْرِكُونَ. Onlardan deyir çoxu ancaq Allaha şirk qoşduğu halda iman gətirərlər. Yəni iman gətirir, lakin görürsən ki, şirkə düşür. Yəni bu da nədən dolayı düşür qardaşlar? İnsan tövhidi bilməyəndə, tətbiqatları bilməyəndə, cahil olanda əlbəttə düşəcək. Yəni bu mütləqdir. Sən əgər bir şey bilmirsənsə, fikir verin, subhanallah. Bəzən çox vaxt deyir ki, biz tövhid əhliyik, eləmi? Biz tövhid əhliyik. Yaxşı, ol tövhid əhli. Yəni bu söz yaxşı sözdür. Lakin baxırsan ki, yaşadığı həyat və yaxud da ki, ibadətləri tövhiddən uzaqdır. Yəni baxırsan ki, dünya bir misal deyim, məsələn, bir işin əhli olmaqdan ötürü onu bilmək şərtdir, qardaşlar. Bax, la ilahe illallahın birinci şərti nədir? Elmdir də. Yəni bilmək. Bunu bilməlisən, la ilahe illallah. Ki, onun əhli olasan. Baxın, məsələn, gedirsən, maşının xarab olur, gedirsən usta yanına. Usta onun əhlidir, düzdürmü? O usta desə ki, məsəl üçün, sən desə ki, qardaş, mənim maşınımın bir yeri xarab olub. Desə ki, mənim ondan başım çıxmır. Və yaxud da ki, deyirsən ki, bəs filan yeri, deyir ki, ondan da başım çıxmır. Deyirsən filan yeri, deyir ondan da bax. Bax, bu insana bu işin əhli demək olar. Demək olmaz, əlbəttə ki, sən deyirsən ki, burada niyə durmursan, bəs sən usta deyilsən axı. Əhli deyilsən bu işin. Və minbəbül əvlə tövhid məsələsi onun əhli olmaqdan ötürü daha layiqdir ki, sən bu tövhidi bilməlisən, qardaş. Sən bu tövhidi bilməyəndən sonra deyir ki, adam illərlə namaz qılır, deyir, tövhid əhliyəm.
İki dənə sual versən tövhiddən, məsəl üçün dərin suallar yox, yüngül suallar versən, qardaş, tövhidin tərifi nədir? Deyir, bilmirəm ey qardaş. Oxumamışam ey qardaş. Vaxtım olmayıb ey qardaş. İndi Allah bilir nəyə görə vaxt olmayıb. Deyir, indi sual verəsən, qardaş, sən bu işi bilmirsənsə, necə əhlisən? Aydındır. Məsələ təhlükəlidir qardaşlar. Ona görə öyrənmək lazımdır. Barakallahu fikum. Bəli. Sonra Şeyx Rahimullah buyurur ki, qardaşlar, ölülərə dua etməyin və yaxud da qeybdə olanlara dua etməyin hökmü barədə. Və şübhəsiz ki, ölülərə və yaxud da qeybdə olanlara dua etmək, yəni onları çağırmaq böyük şirkdəndir. Hansı ki, Allah Teala buyurur ki, Fatir surəsi 14-cü ayədə: "İn təd'uhum la yesma'u du'aakum və law semi'u mastajabu lakum və yevmel qiyameti yekfurun bi şirkikum." Deyir, əgər sən onları çağırsan, onlar sənin çağırışını eşitməzlər. Və yaxud da ki, desək ki, lap eşidirlər, onlar cavab verə bilməzlər. Və qiyamət günü də onları Allaha şərik qoşduqlarınızı danacaqlar. Və fikir verin, ölülər eşitmir. Ölülər eşitmir. Sadəcə bəzi istisnalar var ki, qardaşlar, o məqamda, o yerdə ölülər eşitdikləri varid olub. Və inşallah bu gələcək qabaqki məsələlərdən. Və deməli, təkcə burada ölülərdən söhbət getmir. Məsələn, bir insan sənin yanında deyil və sən bilirsən yəqinən ki, sən onu çağırsan, o eşitməyəcək. Və sən onu çağırmağın da, məsələn, burada oturmuşsan, atan, məsələn, Rusiyadadır. Deyirsən ki, ay ata, mənə kömək ol. Və yaxud da ki, ay ata, adi bir misal məsələn. Deyirsən ki, ay ata, mənə çay ver, məsələn. İnsan bunu etməsi üçün gərək ağlı başında olmasın. Hər bir halda, yəni bunu etsə insan, bu şirkdən sayılır. Çünki sən nəticə etibarilə Allahdan qeyrisini səsləndin və o qeyrisi ki, onda o çağırılmağa icazəli olan sifətlər cəm olmayıb. Çağırılmağa icazəli olan sifətlər hansılardır? Sənin istədiyin şeyi verməyə qadir olmalıdır. Yanında olmalıdır. Eşidən olmalıdır. Aydındır. Bunlar hamısı Quran və sünnədən çıxarılıb, qardaşlar. Bəzi adamlar görsən, deyirlər ki, xoşlarına gəlmir. Deyəndə belə deyir ki, sən bu qaydaları hardan götürürsən? Bu qaydalar Quran-Kərimdən çıxıb. Allah Resulü sallallahu əleyhi və səlləm sünnəsindən çıxıb. Hansı ki, baxın, Allah Teala deyir ki, çağırma, düzdürmü? Fələ təd'u ma'allahi əhədən. Cin surəsində. Allahdan qeyrisinə səslənmə. Eləmə. Yaxşı, baxırsan ki, Peyğəmbər sallallahu əleyhi və səlləm həyatı dönəmində Allahdan qeyrisindən nəsə istəyib. Məsələn, ayaq yolunu getmək istəyib, birindən su götürüb, su istəyib. Birindən nizə istəyib, birindən başqa şey istəyib. Yəni bu o deməkdir ki, Quran və sünnəni cəm eləyəndə görürsən ki, o şeylər ki, o şeylərə qadir olandan istəmək olar. Məsələn, sən durmuşsan yanında, deyirəm ki, qardaşım, mənə bir stəkan çay ver. İcazəlidir, icazəli deyil. Əlbəttə icazəlidir. Bəzi insanlar görürsən, yəni bu cahilliklərindən dolayıdır. Vallahi söz tapılmır bunu deməyə ki, bu insanın məqsədi nədir yəni. Baxırsan deyir ki, sən onda hər şey şirk deyirsən deyir. Yəni Allahdan qeyrisini istəmək olmaz. Onda niyə sən yoldaşından çay istəyirsən? Və yaxud da ki, birindən nəsə görsən, yəni məsələni qavramayıb, başa düşməyib. Aydındır. Sadəcə onun davası tövhidlə olduğuna görə bu cür xırda şeylərə, bu şeylərlə sənin üzərinə gəlir. Bizim söhbətimiz ondan gedir ki, bir insan yanında deyil və nədir? Və yaxud da ki, ölüdür. Din bunu inkar eləyir. İslam dini bunu inkar edir ki, sən bunlardan istəyə bilməzsən. Hətta məsəl üçün mələk olsa belə. Mələkdən də heç nə istəmək olmaz. Yəni çünki qeybi məsələdir. Qeybdir. Aydındır yəni inşallah ki. Və sonra Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, Buxarinin rəvayət etdiyi hədisdə, "Mən mətə və huve yed'u min dunillahi niddən dəxalan-nar." Kim Allahdan qeyrisini Allaha şərik qoşaraq, ondan çağıraraq, nəsə istəyərək bu halda ölərsə dəxalan-nar. O da daxil olar. Və Allahdan qeyrisi fikir versəz, bax bayaqdan deyir ki, Allahdan qeyrisini çağırmaq, Allahdan qeyrisinə dua etmək və sonra əvvəldə biz demişdik ki, şirkin tərifində Allaha aid olan, Allaha xas olan, onun təhləşdirməsi lazım olan ibadət məsələlərində Allah təhləşdirilir. Eləmi? Qulun ibadətlərində. Və buradan ortaya nə nəticə çıxır qardaşlar? Dua ibadətdir. Dua ibadətdir və Allahdan qeyrisinə ibadət etmək olmaz. Çünki Allah Nəbisi sallallahu aleyhi və səlləm buyurur ki, "Əd-dua huvəl-ibadə." Dua ibadətin özüdür. Oradakı huva niyə görə təkrar olunur? Yəni dua o ibadətdir. Mənası bu cürdür. Niyə görə dua o ibadətdir gəlir? Çünki mənanı qüvvətləndirməkdən ötürü. Yəni bu o deməkdir ki, düzgün tərcümədə dua ibadətin ta özüdür.
Və sonra Allah Teala buyurur ki, Quran-ı Kərimdə Qafir surəsinin 60-cı ayəsində: "Və qala rabbukum ud'uni estecib lekum." Fikir verin ayəyə. Allah Teala əmr eləyir ki, sizin Rəbbiniz dedi ki, "Ud'uni estecib lekum." Mənə dua edin, mən də sizin duanıza cavab verim. İndi gör nə deyəcək? Allah Teala buyurur ki, "İnnellezîne yestekbiruna an ibadeti seyedhulûne cehenneme dâhirin." Kim deyir, mənə ibadət etməkdən təkəbbürlük edərsə, cəhənnəmə zəll olaraq cəhənnəmə daxil olar. Fikir ver, Allah Teala ayənin əvvəlində dedi ki, dua edin, əmr elədi və sonra demədi kim mənə dua etməkdən təkəbbürlük edərsə, dedi ki, kim mənə ibadət etməkdən təkəbbürlük edərsə. Yəni o nə deməkdir bu? Yəni o deməkdir ki, dua ibadətdir qardaşlar. Dua ibadətdir. Barakallahu fikum. Vaxtımıza nə qədər var? Hələ var, 14 dəqiqəmiz var. Yaxşı. Və burada da qardaşlar bir məsələ də var, bayaq qeyd elədim. Hansı ki, ölülərin eşitməsi. Yəni hansı ki, bu çağırırlar, Allahdan qeyrisini çağırırlar və yadınızda saxlayın qardaşlar. Bir dəfə səhv eləmirəmsə bu məsələni qeyd etmişəm. Allahdan qeyrisini çağıran insan, diqqətli olun, Allahdan qeyrisini çağıran insan hansı tövhiddə Allaha şərik qoşmuş olur? Kim deyər? Uluhiyyət. Əhsən. Uluhiyyət tövhidində Allaha şərik qoşmuşlar. Niyə görə? Çünki qulun öz işləridir. Bizdə ki, uluhiyyət tövhidi nədir? Yəni qulun işlərində Allahı təkləşdirməsi. Rububiyyət Allahın öz feillərində. Və fikir verin, incə məqam var burada. Hər uluhiyyət tövhidində və yaxud da ki, daha da xaslaşdıraq. Hər Allahdan qeyrisini çağıran, ona səslənən insan uluhiyyətdə Allaha şərik qoşmaqla yanaşı, rububiyyətdə də Allaha şərik qoşmuş olur. Bunu səhv etmirəmsə bir dəfə demişdik. Niyə görə? Çünki insan çağırdığı şeyin, məsələn, çağırır ya Hüseyin çağırır. Biz deyirik ki, sən iki tövhiddə də Allaha şərik qoşdun. Birincisi, o şeydə ki, sən öz ibadətində Allaha şərik qoşdun. Hansı ki, Allah xaslaşdırılmalıydı burada. İkincisində də rububiyyətdə şərik qoşdun ki, sən Allahın qadir olduğu o sifəti Allahdan qeyrisinə verməklə. Məsələn, gedir, dua edir Allaha ki, mənə övlad ver, ya Hüseyin. Allah, övlad vermək kimin sifətidir, qardaşlar? Allah talan sifətidir, elə deyilmi? Baxırsan ki, gedir Allahdan övlad istəyir. Və o çağırdığı insanın onu verməsinə etiqad etməsə çağırmaz. O etiqad edir ki, o Hüseyin radiyallahu anhu onu verməyə qadirdir. Övladı verən kimdir? Subhanallah. Və yaxud da ki, məsələn, başqa şeylər istəyir. Və yaxud da ki, laf istəməyi qoy qırağa. Yəni, istədiyi şeyi qoy qırağa. Mücərrəd olaraq səslənməsi belə rububiyyətdə şirk qoşmasını dəlalət edir. Məsələn, durub burada çağırır ya Hüseyin. Biri burada çağırır, biri Azərbaycanda çağırır, biri nə bilim Rusiyada çağırır. Və çağıran adam çağırdığı o kəs kimdirsə, onu eşitdiyini etiqad edərək çağırır. Yəni etiqad edir ki, o eşidir. Amma fikir ver, biri burada, biri orada, biri Gürcüstanda, biri Rusiyada, biri Azərbaycanda və hər yerdə hər şeyi eşitmək kimin sifətidir, qardaşlar? Səmi' olan Allahın sifəti deyilmi? Hər şeyi eşitmək. Və bu fikir ver, bu nə deməkdir? Yəni sən deyirsən ki, deməli Hüseyin hər yerdə hər şeyi eşidəndir. Və yaxud da ki, Allahdan qeyrisi kimi çağırırsa onun fərqi yoxdur. Şəxsiyyətindən asılı olmayaraq. Fikir ver, qardaş. Yəni şirkin təhlükəsi. Allahu akbar. Duada Allaha şərik qoşmaq, Allahdan qeyrisini çağırmaq ən təhlükəli qapılardandır. Allah səni yaratdığı halda, Allah sənin xaliqin olduğu halda, Allah Subhanahu taala sənə saya alınmayacaq qədər nemətlər verdiyi halda gedib Allahdan qeyrisinə dua edirsən. La ilahe illallah. Və Allah Teala Quran-ı Kərimdə buyurur ki, gözəl qardaşlar, Fatir surəsində: "Və ma ente bimusmi'in men fil qubur." Sən qəbirlərdə olanları eşitdirən deyilsən. Onlar yəni eşitməzlər. Və yaxşı, burada məsələ var ki, kimsə deyə bilər ki, yaxşı, deyirsən ki, qəbirdə olanları eşitmir, eləmi? Deyirsən, bəli. Yaxşı deyir, bəs Allah Nəbisi sallallahu aleyhi və səlləm Ömər radiyallahu anhu ilə olanda
Niyə görə o ölmüş müşriklərin sümüyünü, yəni ölmüş müşriklərin cəsədini danışdırır və onlar eşitmirsə nətər ona xitab eləyir? Hansı ki, Allah Nəbisi sallallahu əleyhi və səlləm buyurur ki, Bədir quyularının yanında duranda həmin meyitlərə səslənir ki, "Həl vəcədtum mə va'ada rabbukum haqqqa?" Deyir, siz deyir, indi Rəbbinizin vədinin haqq olduğunu gördünüzmü? Yəni o həmin cəsədləri danışdırır. Və sonra buyurur ki, "İnnehumul ane yesmaun ma aqulu." Və çox adam bu hədisi zikr eləyəndə hədisin bu hissəsini zikr eləmirlər. Nədər ki, o bəzi Rafizi toplumunun şeylərin o gətirdiyi dəlillərdən biri var ki, Allaha vəsilə yaxınlaşın. Yəni o ayənin əvvəlini, axırını zikr etmədikləri kimi, bu hədisi gətirəndə də əvvəlini, axırını zikr etmirlər. Çünki bir şeyin aydın olması üçün onu mütləq buna ərəbcədən deyirlər siyaq, sibaq. Yəni əvvəli və axırı. Yəni bir şeyin əvvəlinə və axırına baxmalısan ki, başa düşəsən buradan murad nədir? Yəni istək nədir, arzu nədir burada? Və Allah Resulü sallallahu əleyhi və səlləm deyir ki, onlar indi yesmaunəl-an innahum el-an yesmaun ma aqulu. İndi eşidirlər mənim dediyimi. Və bu da Peyğəmbər sallallahu əleyhi və səlləmin möcüzələrindən biri idi, qardaşlar. Möcüzələrindən biri idi ki, və həmçinin Allah Taala'nın izni ilə onu eşitdirmişdi ki, daha da əzablarını artıq eləsin. Yəni bu istisna idi sadəcə. Və sonra deməli məsələn o istisnalardan biri də nədir? Necə ki Allah Nəbisi sallallahu əleyhi və səlləm yenə buyurur ki, o ölən insan deməli sənin axırıncı insanın addım səslərini eşidir. Axırıncı qəbrə qoyulan insan, axırıncı insanın o addım səslərini eşitməsi. Yəni bu da istisnalardır. Və bu dəlalət etmir ki, o orada eşitdisə, sən onu çağırıb dua eləyəsən, ondan nəsə istəyəsən. Çünki şəriət bunu qadağan eləyir. Bizim elə mövzumuz budur ki, onlardan nə isə istəmək olar, yoxsa yox. Aydındır yəqin ki, inşallah. Və sonra deməli Ayşə radiyallahu anhənin həmin hədisə bir əlavəsi var. Deyir ki, "İnnehumul ana la ya'lamuna innama kuntu aqulu lahum huvel haqq." Allah Nəbisi sallallahu əleyhi və səlləm buyurur ki, "İnnehumul ana la ya'lamuna." Deyir, onlar deyir indi bilirlər ki, o ölənlər, o müşriklərin cəsədləri mənim onlara dediyim haqqı onlar indi bilirlər, yəqin olaraq bilirlər. Yəni həm ölümləri ilə, həm də ki nə ilə? Allah Resulü sallallahu əleyhi və səlləm onların nida etməsindən. Və deyir ki, deməli Qatadə rahimehullah deyir ki, "Əhyahumullah." Fikir verin. Qatadə rahimehullah deyir ki, "Əhyahumullah." Allah onları həmin anda, yəni Peyğəmbər sallallahu əleyhi və səlləm onlara səsləndiyi anda, Allah Nəbisi sallallahu əleyhi və səlləm səsləndiyi anda Allah Taala onları dirildir. Hətta əsma'ahum qawluhu. Hətta deyir onun Allah Nəbisinin dediyini eşitsinlər deyə. Təvbixan və təsğiran və niqmatan və həsratan və nadamatan. Niyə görə? Qınamsınlar, aşağılansınlar, deməli üzüntü və kədərləri, həsrətləri, peşmanlıqları artsın deyə. Yəni Allah Taala bu cür etmişdi. Və bunu da Qatadə rahimehullah Kitabul Məğazidə gətirir. Həmin hədisi və bu cür izah verir. Doğrusunu Allah bilir. Və həmin hədisdən deməli istifadə etdiyimiz də odur ki, həmin müşriklərin, öldürülmüş müşriklərin meyitləri müəyyən bir vaxtda dəlalət edir onların eşitməyi. Çünki Allah Nəbisi sallallahu əleyhi və səlləmin sözündən bu çıxır. Allah Nəbisi buyurur ki, "İnnehumul ana yesmauna." Əgər Allah Nəbisi buyursaydı ki, "İnnehum yesmauna", həqiqətən onlar eşidir. Görsən, yəni bu qapının bağlanması üçün Allah Nəbisi buyurdu ki, "Əl-ən", qeyd elədi, qeyd. Və sən bunu qeyd gəlib deyə ümumiyə xaslaşdıramazsan. Ümumiyə çıxarda bilməzsən. Allah Nəbisi "İnnehumul ana", indi onlar eşidirlər. Yəni bunun məfhumu o deməkdir ki, bundan sonra eşitməyəcəklər.
Bundan sonra eşitməyəcəklər. Və doğrusunu Allah bilir. Subhanallah, həmdək, la ilahə illə əntə, əstəğfiruka və etûbü ileyk.